Salam dostlar, bugün sizə səsli video tanıtım eləyəcəm. Gördüyünüz bu broşlar Koreyada bütün evlərə paylanılır. Bu broşlar hər bir namizəd haqqında detallı məlumatlar yer var. Məsələn, bunu açam. Burada misal üçün namizədin adı, doğum tarihi, təhsili, keçmiş iş təcrübəsi yazılıb. Yəni burada məsələn pulu, torpaq kimi, sonra hər il davamlı olaraq nə qədər vergi ödəyib, yetişməsi olub, olmayıb, əskərlik, məsəl üçün əskərlik edib, etməyib, o var. Və burada da yazılıb ki, məsəl üçün sicil kağızı, burada məsəl üçün yazılıb ki, Toryokyoton, yəni içkili maşın sürdüyünə görə pul cəzası çatdırılıb. Çox da belə, yəni bunun etdikləri şey demək olar ki, pul cəzasına mənim üçün çox gülməli olan, çox maraqlı olan budur. Yəni cinayət sicil maşallah doludur və prezidentliyə seçkilikdə iştirak eləyir. Yaşı 57-dir. Dolandırıcılıqdan belə deyim sizə, dolandırıcılıq da eləyib. Maşallah, qəşəng dolandırıb. Bu da nə edib? Deməli, 1 il hətta 1 il 6 ay yatıb, həbsxanada 2 il yatdığı da olub. Belə, yəni Koreyada seçkilər belə olur. Yaşı 40-dır. Universitet qutarıb o. Koreyada məşhur universitetlərdən birini qutarıb, qəşəng kompüter ixtisası olaraq demək olar. Sicil kağızı yaxşıdır, amma bu da əskərliyə getməyib hələ. Burada demək olar ki, prezidentlərin çoxu əskərliyə getməyib. Ya xəstələri, yəni problem səthində problem olduğuna görə belə yazılır. Və siz nə düşünürsünüz dostlar? Necədir belə bir seçki kağızı? Azərbaycanda olmasını istərdinizmi?